Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyinin iş dəftəri tapşırıqlarının izahlarını paylaşacağım sizlər üçün. Deməli, iş dəftərində səhifə 45, 46 və 47-ni, bu 3 səhifəni əhatə edən tapşırıqların izahları paylaşılacaq. Siz də kanala abunə olaraq paylaşılan bu izahlardan faydalana bilərsiniz. Deməli, dərsliyin səhifə 71, 72 və 73-ə olan izahları hər biri paylaşılıb. Yəni, bu gün də iş dəftərinin bu hissəyə aid olan izahları paylaşılacaq. Videolarımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Keçək sualların izahına. A tapşırığına baxırıq. Mətndən çıxış edərək Maskın layihələri haqqında məlumat vərəqini tamamla. Kosmik turizm və Marsda yaşayış məntəqələri, Starlink, Hyperloop, avtopilot proqramı, nömrə 1 beyin çipi, layihələrin ortaq cəhəti. Bu başlıqları deyir ki, məlumat vərəqini tamamlayaq. Biz belə yazarıq. Kosmik turizm və Marsda yaşayış məntəqələri. İlk bölməyə yazırıq ki, Maskın layihələrində kosmik turizmin inkişafı, Ayda və Mars planetində insanlar üçün yaşayış məntəqələrinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, kosmik gəmi ilə Marsa 100 adam və 120 ton yük çatdırmaq mümkündür. Sonra ikinci hissə Starlink. Ora yazırıq ki, bu layihəyə görə insanlar planetimizin istənilən nöqtəsində sürətli internetlə təmin olunurlar. Bunun üçün kosmik gəmilər yer ətrafı orbitə internet peyçlər çıxarır. Hyperloop hissəsinə yazırıq ki, Hyperloop bu layihə vakuumlu borda sürətlə hərəkət edən qatarların yaradılmasını nəzərdə tutur. Həmin qatar təyyarədən sürətli və sərnişinlərin daşınması üçün çox rahat olacaq. Avtopilot proqramı hissəsinə yazırıq. Maskın ixtira etdiyi avtopilot proqramı yoldan asılı olaraq maşının sürətini və istiqamətini tənzimləyir. Nömrə 1 beyin çipi hissəsinə yazırıq. Bu, süni intellekt layihəsidir. Çipi canlıların beyninə yerləşdirməklə onları daha ağıllı etmək mümkündür. Və layihələrin ortaq cəhəti son hissəyə də qeyd edirik ki, layihələr bir şəxsiyyət tərəfindən hazırlanmışdır və bütün dünyanın, bəşəriyyətin gələcəyi üçün faydalı olacaqdır. Bu formada biz ilk tapşırığımızı, A bəndini cavablandıra bilərik. Keçirik ikinci tapşırığa. Kriptoqramı həll et və Elon Musk'a aid aforizmi tap. Deməli, bizə baxın, 3 dənə işarə verir. Dairə, dördbucaq və ulduz və onun üstündə rənglər verir. Mavi, qırmızı, yaşıl. Qırmızının bir açıq tonudur. Daha sonra narıncı rəng. İndi biz bu rənglərlə əlaqəli, baxın, indi dairə verir bizə. Dairə hansıdır? İlk bu hissəyə baxırıq. Dairənin içərisində narıncı rəngi verir. Deməli, burada bizə D hərfi lazımdır. Daha sonra yaşıl rəngi verir. Yaşıl rəng buradadır. Yaşıl rəngi dördbucaqda verir. Dördbucaq da bu hissədir. Yaşıl dördbucaq bu Ü'dür. Dairə qırmızı. Dairədə baxın qırmızı N'dır. Buraya yazırıq N. Bu qırmızının bir açıq tonudur. Y'dır dairədə. Burada yazırıq Y. Sonra mavi rəng dördbucaqda. Dördbucaqda mavi rəng A'dır. Dünya. Daha sonra dairə yenə yumruda qırmızı bu N hərfidir. Dünya. N. Və dördbucaq işarəsi açıq qırmızıda. Bu da I hərfidir. Dördbucağın açıq qırmızı yazırıq I. Dünyanı ilk sözümüzü tapdıq. Sonra dairəyə baxırıq və bu rəngi görürsünüz. Deməli bu D hərfidir. Yenə D ilə başlayırıq. Sonra dördbucaq eyni rəngdə Ə hərfidir, D, Ə. Daha sonra dairədə qırmızı rəngin açıq tonu, dairədə açıq tonu Y-dir bu. Y yazırıq. Dördbucağın yenə tünd qırmızıdır bu. İ hərfi uyğun gəlir bura. Sonra dairənin mavisi Ş-dir. Dəyiş. Ulduzun deməli, açıq qırmızısı lazımdır bizə. Buradakı M-dır, dəyiş M. Sarının dördbucağı lazımdır, bu Ə hərfidir. Və ulduzun tünd qırmızısı, bu da K-dir. Dünyanı dəyişmək. Dördbucağın qırmızısı İ-dir. Ulduzun mavisi S-dır. Dairənin yaşılı T-dır.
Dördbucağın sarısı ədir. Deməli, yumrunun açıq qırmızısı Y-dir. Tünd qırmızı dördbucaq da İ-dir. Daha sonra bu rəngin, ulduzun tünd rəngi R-dir. İstəyir. Ulduzun mavisi S-dir. Dördbucağın rəngi ədir. İstəyirsən S olacaq bu. Deməli, yumrunun qırmızısı istəyir N-dır, istəyirsən və ulduzun da mavisi həqiqətən də S-dir, uyğun gəlir. İstəyirsənsə, dördbucağın tünd rəngi Ö-dür. Ulduzun sarısı Z-dir. Dördbucağın yaşılı, baxın burada da yazmışıq onu, Ü-dür. Daha sonra dairənin qırmızısı N-dır, yazmışıq. İstəyirsən, dairənin sarısı bu D-dır. Dördbucağın sarısı Ə-dir və özündən neynə? Yumrunun deməli tünd rəngi B-dir. Dördbucağın mavi rəngi A-dır. Yumrunun mavi rəngi Ş-dir. Ulduzun yaşıl rəngi L-dir və A qaldı yerdə. Dünyanı dəyişmək istəyirsənsə, özündən başla. Kriptoqramı bu formada həll etmək olar. Davam edirik növbəti hissədən. Elektromobilin tarixi səhifə 71 daha doğrusu. Elektromobilin tarixi mətninə əsasən sualları cavablandırın. Bu dinləyən mətnimizin tapşırıqlarıdır. Deməli, bu formada cavablandıra bilərik. 1. Elektromobillər nə vaxt ixtira olunub? 2. Sürətli elektromobillər nə zaman meydana çıxıb? 3. Hibrid avtomobil nə deməkdir? 4. Elektromobilin hansı xüsusiyyətləri var? 4 dənə sual verir bizə. Birinci sual. Elektromobillər nə vaxt ixtira olunub? 1-ə yazırıq ki, onların yaşı 200 ilə yaxındır. İkinci sualda. Sürətli elektromobillər nə zaman meydana çıxıb? 19-cu əsrin sonunda artıq sürətli elektromobillər vardı. Üçüncü sual. Hibrid avtomobil nə deməkdir? Hibrid, yəni benzin və elektrik mühərrikli avtomobil. 4. Elektromobillərin hansı xüsusiyyətləri var? Bu maşınların istifadəsi rahat idi, qoxusu yox idi, onlar səs-küylü deyildi, amma onların bateriyası ağır idi. Bu formada biz tapşırığımızı cavablandıra bilərik. B bəndinə baxırıq. Mətninə istinad edərək fikirlərin doğru, yoxsa yanlış olduğunu əsaslandır. 1. Elektrik mühərriki müasir dövrdə meydana çıxmışdır. Yanlışdır. Bu bizə bir nümunədir. Mətndə göstərilir ki, daxili yanma mühərriki elektrik mühərrikindən sonra ixtira olunmuşdur. Daha sonra bizə neçə dənə sual verir? 2. Elektromobillərdə əvvəl bir dəfəli, daha sonra yüklənə bilən bateriyadan istifadə olunurdu. Elektromobillər avtomobil yarışlarında iştirak edirdi. Elektromobillərin heç bir nöqsanı yox idi. Elektromobil bir müddət unuduldu. Elektromobilləri Nikola Tesla ixtira etmişdir. 6 dənə sual verir bizə. Deməli, biz bu 6 sualı gəlin cavablandıraq. Birinci sual cavablandırılıb, ikinci sualdan başlayaraq cavablandırmalıyıq. Deməli, ikinci sualdan biz yazırıq 2-yə. Elektromobillərdə əvvəl bir dəfəli, daha sonra yüklənə bilən bateriyadan istifadə olundu. Buna yazırıq, doğrudur. Bir dəfəli bateriyası olan ilk elektromobil 1842-ci ildə ixtira edilib. 46 il sonra elektromobillərdə yüklənə bilən bateriya vardı. Bu ikinci sualımızın cavabı idi. 3-də deyil, elektromobillər avtomobil yarışlarında iştirak edirdi. Buna yazırıq, doğrudur. 1895-ci ildə Amerikada keçirilən avtomobil yarışında elektromobil qalib gəldi. 4. Elektromobillərin heç bir nöqsanı yoxdur. Buna yazırıq, yanlışdır. Elektromobillərin zəif cəhəti vardı. Bateriyası ağır olduğundan tez-tez yükləmək çətin idi. 5. Elektromobil bir müddət unuduldu. Buna yazırıq, doğrudur. Fordun istehsal etdiyi benzin mühərrikli ucuz avtomobil elektromobilləri arxa plana çəkdi. Və 6-cı sualıdır. Elektromobilləri Nikola Tesla ixtira etmişdir. Buna yazırıq, yanlışdır. İlk avtomobillərin ixtiraçıları kimi Thomas Davenport və Robert Davidsonun adları çəkilir. Nikola Tesla isə 1931-ci ildə müasir elektromobilin prototipini nümayiş etdirmişdi. Yəni, o müasir elektromobili yaratmışdı deyək. Amma ilk dəfə Nikola Tesla yaratmamışdır. Bu yanlış fikirdir. Keçirin növbəti hissəyə, dil qaydaları tapşırıqlarına. A bəndində. Əvvəla burada başlığa baxaq. La şəkilçinin funksiyaları. A bəndidir. Fərqləndirilmiş sözlərin düzgün yazılışını müəyyən et. Həmin sözlərdə la'nın funksiyasını əsasən uyğun sütunlara yaz.
Deməli, zərf düzəldən şəkilçi kimi, qoşma kimi, bağlayıcı kimi. Gəlin baxaq. Yolkanı yeni oyuncaqlarla bəzəyəcəyəm. Oyuncaqlar ilə burada qoşmadır və bu söz yazılmalıdır. Oyuncaqlar ilə və ya bitişik yazsaq oyuncaqlarla yazıla bilər qoşma kimi. İçməli suyu qənaətlə işlətməliyik. Necə nə cür qənaətlə burada zərf düzəldir və bu söz yazılmalıdır. Qənaətlə. Kürlə Araz Azərbaycanın böyük çaylarıdır. Kürlə Araz. Burada və bağlayıcısını, əgər la, ləni biz və ilə əvəz eləyə biliriksə, yəni Kür və Araz Azərbaycanın böyük çaylarıdır deyə biliriksə, bağlayıcıdır. Ona görə bu hissəyə bağlayıcı yazırıq kürlə. Yarışı uğurla başa vurdum. Necə nə cür uğurla? Bu söz zərf düzəldən şəkilçidir. Uğurla nə tərzdə? Tədbiri vətən haqqında mahnılarla bitirərik. Mahnılar ilə bitirərik. Burada qoşma kimi işlənmişdir. Mahnılarla. Rayondan kəndimiz arasında məsafə azdır. Rayon ilə kəndimiz, yəni rayon və kəndimiz. Rayon və dediyimizə görə bu bağlayıcıdır. Burada yazırıq. Rayonla bağlayıcının altında. Diqqətlə mənə qulaq as. Necə nə cür diqqətlə? Bu zərf düzəldən şəkilçidir. Diqqətlə. Ariflə Günay məktəbimizi təmsil edəcəklər. Burada Arif və Günaydır. Bu bağlayıcıdır. Ariflə yazırıq. Gülnarla bizə gələrsən. Gülnar ilə bizə gələrsən. Bu da qoşmadır. Gülnarla bizə gələrsən. La formasında qoşmanın altında qeyd edirik. Keçirik B-bənin tapşırığına. Fərqləndirilmiş sözləri düzgün yaz. Onların aid olduğu nitq hissəsini və qrammatik funksiyasını qeyd et. 1. Nümunə verir bizə burada. Bakıdan Ağstafaya qatarla 5 saata getdik. Qatarla isim, üstəgəl qoşma, la vasitə bildirir. Qoşmanın nə bildirdiyini deyir, qeyd elə bizə. Eldar bugün məktəb yoldaşları ilə görüşəcək. Burada yazırıq sözün doğru yazılışını. Yoldaşları ilə. Saitlə bitdiyi zaman ilə ayrı yazılmalıdır. Sonra yoldaş isimdir. İlə qoşmadır. Bu formada qeyd edirik. Eyni cavabda olduğu kimi. Və ilə qoşması nə bildirir? Vasitə bildirir yazır burada ilə. Biz də ilə yazırıq burada birgəlik bildirir. İlə birgəlik bildirir. Bu formada qeyd edirik. Leyla ilə Selcan həmişə məktəbə birlikdə gedirlər. Leyla və Selcan. Ona görə burada yazırıq biz Leyla ilə Selcan. Bu formada ilə ilə yazılmalıdır. Və bunun qarşısına yazırıq isim, yəni Leyla isimdir. İlə burada nədir? Bağlayıcıdır. Qoşma deyil. Bağlayıcı. Daha sonra ilənin nə olduğunu, yəni Leyla ilə Selcan dediyinə görə ilə nə bağlayıcıdır? Birləşdirmə bağlayıcıdır. Ona görə yazıram ilə birləşdirmə bildirir. Çünki birləşdirmə bağlayıcıdır. Nairə anası ilə mağazaya getdi. Buraya yazırıq ki, anası ilə getdi. Bu formada yazılmalıdır. Ana isimdir. İlə burada qoşmadır. İlə qoşması burada nə ifadə eləyir? Təbii ki, bu da birgəlik ifadə eləyir. Yazırıq burada birgəlik bildirir. Daha sonra nənə ilə nəvə şirin söhbət edirlər. Nənə ilə nəvə yazılmalıdır burada. İlə burada və ilə əvəz olunur. Nənə və nəvə. Deməli, bağlayıcıdır. Nənə isimdir. İlə bağlayıcıdır. Yazırıq burada. Bağlayıcı. İndi ilə bağlayıcısı nə bildirir yenidən? Təbii ki, birləşdirmə bağlayıcısıdır. Yazırıq buradan. Birləşdirmə bildirir. Mən rəfiqəmin telefonu ilə sənə zəng edəcəm. Burada yazırıq telefonu ilə zəng edəcəm. Bu ilə qoşmadır. Telefonda isimdir. Yazırıq isim, üstəgəl, qoşma. İndi ilə burada qoşması nə ifadə eləyir? Telefonu ilə. Bu da vasitədir. Yəni telefon vasitəsi ilə. Yazırıq vasitə bildirir. Bu formada biz hər
6 tapşırığın da izahını qeyd eləmiş olduq. Deməli, səhifə 45, 46 və 47. Bu 3 səhifəni əhatə eləyən iş dəftəri tapşırıqlarının izahlarını paylaşdım sizlər üçün. Kanala abunə olun, videolarımızı bəyənin, paylaşın ki, siz də bizə dəstək ola biləsiniz. Necə ki, mən sizlər üçün dəstək oluram. Videolarımızı mütləq bəyənin, kanala abunə olun. Videolara baxanların əksəriyyəti kanala abunə olmayıb. Kanala abunə olun. Sağ olun, növbəti izahlarımızda, növbəti videolarımızda görüşərik.